Azərbaycanda prokurorluq orqanlarında geniş və mütərəqqi islahatlar həyata keçirilib. Qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin olunub. Bu fikirlər Prezident İlham Əliyevin BMT-nin Qlob şəbəkəsinin 6-cı plenar iclasının iştirakçılarına müraciətində yer alıb. Bildirilib ki, işğal dövründə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilib. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinə və insan haqlarına qarşı açıq hörmətsizlik nümunəsi idi. Baş prokuror Kəmran Əliyev panel müzakirələrdə çıxışı zamanı qeyd etdi ki, dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqələndirilmiş və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bugünkü plenar sessiya bu qlobal iradənin təzahürüdür. Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Cəza təqibi ilə yanaşı institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə bircə geniş tədbirlər həyata keçirilir. Korrupsiya dayanıqlı inkişafa təhdid yaradır. Bu, iqtisadiyyatı deformasiya edir və ən həssas əhali qruplarına təsir göstərir. BMT-nin Qlob şəbəkəsinin 6-cı plenar iclasının da əsas məqsədlərindən biri korrupsiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsidir. Pakistan Azərbaycanla anlaşma memorandumu imzalamağa hazırdır. Çünki biz korrupsiyaya qarşı mübarizədə birgə irəliləməliyik. Sənədin imzalanması tərəflərə seminarlar, təlim proqramı və birgə təlimlər təşkil etməyə imkan verəcək. Azərbaycan və Pakistan bu cür əməkdaşlıqdan fayda əldə edəcək. Bu tədbir korrupsiyaya qarşı mübarizəni daha səmərəli etmək məqsədi ilə regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün əla fürsətdir. Bugün dünyada korrupsiya və onunla mübarizə qlobal problem olaraq qalır. Bakıda keçirilən 6-cı plenar iclas müxtəlif ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində əsas rol oynayır. Tədbirdə iştirakımızın məqsədi qarşılıqlı əlaqəni gücləndirmək, transsərhəd araşdırmalar sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, qarşılıqlı hüquqi yardım üzrə operativ sorğu mexanizmlərinin təşviqi üçün Qlob platformasından istifadə strategiyasını razılaşdırmaqdır. BMT-nin Qlob şəbəkəsinin 6-cı plenar iclasında 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən çox nümayəndə fiziki, 60-dan çox iştirakçı isə onlayn formada iştirak edir. Tədbirə həmçinin müxtəlif ölkələrin hüquq mühafizə orqanlarını təmsil edən 50-yə yaxın vəzifəli şəxslər qatılıb. Beynəlxalq tədbir ayın 23-nədək davam edəcək. Ülkər Əliyeva, Əzzəz Zov, Məleyin Qlablı.